Knyaz Sisyanov Şirvandan Bakı xan Hüseynqulu xana məktub göndərir ki, Rus qoşunları 1804-cü ildə Gəncəni hücumla ələ keçirdiyi kimi, indi qəti şəkildə Bakını ələ keçirmək niyyətlə onun üstünə gəlir. Şamaxı dağlarını çətinliklə aşan Sisyanov öz dəstəsi ilə 1806-cı il yanvarın 30-da Bakıya yaxınlaşır. Vəziyyəti belə görən Hüseynqulu xan 1806-cı il fevral ayının 1-də Sisyanova belə bir məktub göndərir. Mənim Rusiyaya ədavət bəslədiyimi yazdığınız məktubunuzu aldım və ona cavab verirəm ki, mənim ruslarla heç bir düşmənçiliyim yoxdur. General-mayor Zavalishin buraya gələndə əvvəlcə mən ona dostluq münasibəti göstərdim. Ən sadiq adamlarımı, Ağakərim bəyi və digərlərini onun yanına göndərdim. Lakin o məni mümkünsüz bir şeyə məcbur edərək 3 saata qədər şəhəri boşaltmağa əmr edir. Mən isə buradakı şəraiti nəzərə alaraq buna 2 ay vaxt tələb etdim. Mənim şərtimi general-mayor Zavalishin qəbul etmədi və şəhəri bombalamağa başladı. Mən də məcbur qalıb mümkün olduğu qədər onun bombardmanını dəf etdim. Hamıya məlum idi ki, o yanlışlığa yol verib. İndi isə siz məqsədinizi bildirmədən, yaxşı və ya pis niyyətlə buyurub Arbat çayına gəlmisiniz. Mənim rəiyyətimi mal qarasına aparmısınız. Onların sahibləri yanınıza gələndə isə onları həbs etmiş və bizim mal qaranı basıb yemisiniz. Belə hərəkətlər sizin kimi ali həzrətə yaraşmaz. O mal qaranın elə bir əhəmiyyəti yoxdur. Ancaq siz gərək mənim yanıma adam göndərib mənim buna münasibətimi öyrənəydiniz. Ancaq ondan sonra istədiyiniz kimi hərəkət edəydiniz. General-mayor Zavalishin mənimlə müharibə aparsa da, yer gəlmişkən, 2 ay ərzində su ehtiyatını məndən götürmüş, pulla azuqə almışdır və mənim tərəfimdən buna heç bir qadağa qoyulmamışdır. Biz yüksəkdə dayandığımıza görə döyüşdə üstünlüyə malik idik, amma mən atəş açmağı qadağan etdim. Elçilik üçün mənim yanıma zabit göndərirsiniz, ardınca isə toplarınıza şəhərə tuşlanmaq əmri verir və həmişə siz birinci başlamısınız. Nə etmək olar? Allah bilən məsləhətdir. Əgər siz xoş niyyətlə gəlmisinizsə, amma hərəkətləriniz bunu demir, onda bu barədə məni xəbərsiz buraxmayın.